mən istəyirəm bir şey də hamımız üçün gerçəkləşsin. Sənin öz yaradıcılığın nə qədərdir? Özün neçə hava yaradırsan, yaratmısan daha doğrusu? Çox sağ olun Məhərrəm müəllim. Mən özüm 5 hava yaratmışam, 5 hava. Amma onu deyim ki, o ustadlara hörmət əlaməti olaraq o 200 havanın içərisinə o saya qarışdırmamışam o havanı. Aha, o olsun. Hə, amma 5 havam var. Var ol, təşəkkür edirəm. O zaman sənin bir havanı eşitmək istəyirik. Adını özün də dedin ki, gözəlləmədir, amma gözəlləmələr çoxdur. O adı olacaq Yaşar gözəlləməsi. Meydan Yaşar gözəlləməsində boya-boya oxu günah. Təşəkkür. Güzel yüzünün nurundan, güzel yüzünün nurundan göğünüzü güzelleşir. Cemalına heyran kalan, cemalına heyran kalan ayın özü ay güzelleşir, ay güzelleşir, ay güzelleşir, ay güzelleşir. Sevda mehi sen seherin, sevda mehi sen seherin, olmasın gamın kederin. Qədəmini değen yerlerin, qədəmini değen yerlerin, çölü düzü güzelleşir, ay güzelleşir, ay güzelleşir, ay güzelleşir. Orhan Paşa değirmende, Orhan Paşa değirmende, vurgununa yüreğimde, yüreğimde. Sana güzel değilende, sana güzel değilende, güzel sözü, güzel sözü ya güzelleşir, ay güzelleşir, ay güzelleşir. Yaşar, səsin də, avazın da, mahnın da hamısı mübarəkdir. Sənin bu istedadın əlbəttə hamımızın diqqətindədir və bu yolda işıq kimi, nur kimi bizim içərimizə çəkirik. Mənə elə gəlir ki, tamaşaçılarımız da hamısı ürəkdən sənin bu səsində, barmaqlarındakı o gələn sehri duydu və qiymətləndirdi. Düzdür, bu havada bəzi nöqtələrdə Kərəm Dübeytinə bir balaca yaxınlıq var, amma bütövlükdə sən özünsən. Havanın bütün gedişatı boyu özünsən, mahnının bütün gedişatı boyu özünsən, ləmsin də, İfan da hamının ürəyindən oldu. İnşallah yenə Aşıq Yaşarın, Ustad Aşıq Yaşarın yolunu hamı gözləməkdə davam eləyəcək. Var olasan. Var olun Məhərrəm müəllim, təşəkkür edirəm.